Assalamu aleykum. Bugün növbəti dərsimizdə 3 hərf götürmək istəyirəm. Bu hərf, bu və bu. Niyə bunların üçünü götürürəm? Əslində 2-2 gedirdim. Sadəcə bu 3 hərf bir-birinə çox bənzəyir. Yəni eynidir də, sadəcə nöqtəsi fərqlidir demək olar. Birində buradadır nöqtə ortasında, birində yoxdur, birində də üstündədir. Ona görə üçünün də yazılışı eynidir həqiqətən. Yəni həm əvvəldə, həm ortada, həm sonda. Ona görə elə üçün birdən götürək. Növbəti hərflərimiz 2-2 olacaq inşallah. Deməli, birinci hərfimiz budur. Cim. Nöqtə burasındadır. Adı cimdir. Cim. Deməli, cim hərfi c səsini verir. C səsini verir. Necə tələffüz olunur? Tam olaraq tələffüz olunma formasını deyirəm. Deməli, dilin ortasına yuxarı damağa vurmaqla tələffüz olunur. Təsəvvür edin, özünüz deyəndə bu hərfi dilin ortasına yuxarı damağa vurun. Cim, cim, cim belə. İnci hərfdir və incədir. İndi o birisi hərflər deyim, sonra hər üçünün əvvəldə, ortada, sonda yazılışını deyəcəm. Deməli, birinci hərfimiz oldu cim. Sonra bu hərfimiz oldu hə hərfidir. Necə? Boğaz hərfidir bu. Hə, deməli, belə yazır. Qeyd edim ki, bu yazdığım bunun sərbəst yazılışıdır. Belə necə deyim, Azərbaycan dilində r hərfinə bənzəyir biraz, yəni tam olaraq deyil də, məsələn, burası biraz c kimi gəlir, buradan belə gedir də. Necə deyim, biraz ona bənzəyir. Balaca r hərfinin böyük forması da belə deyək. Deməli, bu hərf, hə hərfi h səsini verir. Burada başqa h hərfi də var, boğaz hərfidir bu. Necə olur? Boğazın ortasından bir havanı hiss edirsən. Hə, hə, belə hə tələffüz olunur. Demək, Azərbaycan dilində bu səsin qarşılığı yoxdur. Bizim o h hərfi Azərbaycan dilində bu səsə vermir. Çünki bu boğazdır. Hə, hə, boğazın ortasından tələffüz olunur. Və incə hərfdir. Bu da belə. Növbəti hərfimiz isə, bax bu. Deməli, ikisi incə oldu. Cim və hə. İndi xa hərfi. Xa qalın hərfdir. Xa hərfi. X səsini verir. Yazılışında nöqtə yuxarıda olur. Boğaza ən yaxın olan yerdən çıxır. Belə xa, 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 elə. Boğazınızı ən yaxın olan, yəni məsələn, elə boğazı fikirləşin. Biri var, məsələn, mədə tərəfdə deyək, belə aşağıda. Biri var, necə deyim, bu qırtlağa yaxında, yuxarı, yəni boğazın ağza yaxın, ən yaxın olan hissəsi oradan çıxır. Və boğazınızı belə eləyirsən, bax, oradan. Xa hərfi. Xa qalın hərfdir. Qalın da yazın. İndi bu hərflərin hər üçünün necə yazılışını izah edeyim, yəni onu baxaq. Üçünün də onsuz da eyni yazılır, sadəcə nöqtələrini fikir vermək lazımdır. Deməli, birinci cim hərfinə baxacağıq. Əvvəldə necə yazılır? Baxın, bu elə Azərbaycan belə necə deyim, hüsnü xəttə qoymuşam, yəni damal dəftərdə. Bax, belə yazdım, mütləq aşağı keçir. Amma onun əvvəldə yazılışında, baxın, biraz balaca olur. Bax, belə, necə deyim, bir də göstərim. Bax, belə gəlir, bax, belə olur. Burasında da nöqtə. Elə bilin ki, əvvəldə gəldiyinə görə buradan birləşmə yoxdur da. Bu tərəfdən, bax, bu düz xətlə birləşir. Bu olur əvvəldə yazılışı. Sonra ortada yazılışı, yəni o xəttin içində olur da. Belə yazılır, buradan da bir dənə belə qoyulur. Çünki ortada da axı, yəni hər buradan bilə, həm buradan birləşməlidir, həm buradan birləşməlidir. Ona görə bu formada olur. Və sonda yazılışı. Sonda yazılışı elə sərbəst yazılışına oxşuyur. Burasına sadəcə bir dənə belə bir xət olur. Çünki hardansa birləşməlidir. Axı buradan axırda gəlib də əvvəldə bir hərf var. Ona görə də yəni bu formada olur. Yəni sondakı yazılışı sərbəst yazılışına çox bənzəyir. Yəni bu sərbəst yazılışı budur. Buna bənzəyir. O birisi hərfimizə gələk. Hə hərfinə. Hə. O da eyni yazılır. Yəni yazılışlar təkrar yazıram ki, görünsün. Deməli, bu oldu əvvəldə yazılışı. Sonra belə yazıb buradan da bir xətt qoyuq birləşdirmək üçün ortada yazılışı və sonda yazılışı. Bura heç hə yazmamışam bir dəqiqə. Hə hərfi. Və salam. Bundan sonra da bir dənə xa hərfim var. O da deməli nöqtə üstündə olacaq. Qalın hərfdir. Xa. Nöqtəsi burada, burada və burada. Bu da oldu xa hərfi. Deməli, 3 cür yazılış, bu 3-cü hərfimiz. 3 cür yazılışına da baxdıq. Bugünkü dərsimiz bu qədər. İnşallah ki, sizə faydalı olar. Növbəti dərsimizdə görüşəndə hələlik.